Sabahınız xeyir olsun yurdumun gözəl insanları. Dubaydan ikinci günümüz. Dünəlləri o qədər görməmiş kimi gəzmişik. Çox yorğunam, amma ona baxmayaraq birazdan yenə də gedirik səhralığa, dəvələrlə şəkil çəkdirməyə, gəzməyə. Çünki axşam saat 9-da, 9-da yubileydə olacağım. Deyə də bilməm, yubiley ad günü də olacaq. 2 saatlıq çıxışım olacaq orada. Burada ilk dəfədir məclisə gəlirəm. Biraz heyecanlıyam, yalan nə deyim. Bura məclisləri necə olur, necə keçə bilmirəm. Ancaq burada yaşayan Azərbaycanlarımızı, həm yerlərimizi, hansı ki illərdir burada məskən salıblar, işləri, gücləri buradadır. Çox ziyalı, oliqarx bir ailənin xeyirçisindəyim. İnşallah paylaşımlarımız olacaq, izləmədə qalarsınız.